ABŞ-İran arasındakı gərginliklə bağlı qeyd etdiyim kimi yayımın girişində bu ayın 19 tarixində razılaşma əldə olunacaqmı? Yeri gəlmişkən İsrailin Maliyyə Nazirinin açıqlaması var. Hazırda ABŞ-la aramızda həqiqətən də fikir ayrılıqları var. İşimiz, mövqeyimizi qoruyarkən bu böhranla necə mübarizə aparacağımızı bilməkdir deyə İsrailin Maliyyə Naziri Smotrich açıqlamasında qeyd edib. Eyni zamanda bildirmişlər ki, ABŞ-la arasındakı razılaşmanın bizə heç bir yəni aidiyyatı yoxdur. Belə bir açıqlama vermişdilər. Trump İranın lideri seçilsəydi belə tənqidlər dayanmayacaqdı. Vance'in açıqlaması var. Vitse-prezident J.D. Vance Fox News kanalına müsahibəsində İranla bağlı müzakirələr fonunda Demokratlar Partiyasını tənqid edib. Vance bildirib ki, siyasi rəqibləri Donald Trump'ın İran siyasətini uğursuz kimi təqdim etməyə çalışırlar və bununla bağlı ironik bir ifadə işlədib. Əgər Donald Trump İranın ali lideri seçilsəydi, Demokratlar yenə də ABŞ-ın məğlub olduğunu deyərdilər deyə açıqlamada qeyd olunub. Artıq ABŞ-İran arasında gərginlik ayın 19-unda bitəcək deyə bilərikmi? Sizin versiyanız nədir? Bu məsələ çox qarmaqarışıq məsələdir. Yəni, məndən soruşsanız, şəxsi fikrimi bildirirəm. Bu xəmir hələ çox su aparacaq. Yəni, 17-sində, indi hələ sülh müqaviləsindən söhbət getmir, memorandumdan söhbət gedir. Memorandumu da istənilən vaxtı iki ölkədən birinin parlamenti ləğv edə bilər. İndi Cenevrədə sülh müqaviləsi bağlanacaq ya yox. Sülh müqaviləsinin bir sıra Amerikanı da, İsraili də narazı salan tərəfləri var. Mesela İsrail deyir ki, İran bu danışıqlar prosesini uzada bir də gördün ki, nüvə silahını hazırladı. Çünki hələ də o imzalanacaq memorandumda saflaşdırılmış uranın necə alınması, əvvəllər Amerika təkidlə deyirdi ki, saflaşdırılmış uran alınaraq Amerikaya təhvil verilməlidir və Amerika onu məhv etməlidir. İndi hələ ki, bu memorandumda belə bir şey yazılmayıbdır. Bu Cenevrədə razılaşdırılacaq. Sonra Hörmüz boğazında da vəziyyət qeyri-müəyyən olaraq qalır. Çünki İranın o nəzarətçi gəmiləri və o sürətli qayıqları yenə də o Hörmüz boğazında var-gəl edir, ora-bura sürətlə hərəkət edirlər və bu da böyük tankerlər var ki, elə tanker var, bir ayda orada gözləyir. Heç biri elan edilsə ki, keçid azaddır, hamı buradan keçə bilər. Bir çox gəmilər cəsarət eləmir. Çünki onun bortunda həddindən artıq böyük miqdarda neft var. Və bunun əgər vurulsa, bu milyonlarla dəyərində itkiyə səbəb olacaq. Bir sözlə, hələ ki, Hörmüz boğazında da vəziyyət aydın deyil. Baxmayaraq ki, məsələn, Trump deyir ki, Hörmüz boğazını azad etdik, İran üzərində qələbə çaldıq. Bundan sonra da daima İrana nəzarət edəcəyik. İranın neft ixracı üzərində nəzarət bizim əlimizdə olacaq. Biz hətta hansı ölkələrə, Çini də adını çəkir, Çinə də nə qədər neft satıla biləcəyini biz müəyyənləşdirəcəyik. Bir növ ağa kimi danışır. İran isə deyir ki, yox, biz qalib gəlmişik. Amerika üzərində qələbəmizi qeyd edəcəyik, tamam azadıq. Ondan sonrasına Hörmüz boğazında düzdür, Hörmüz boğazı azaddır, amma qismən azaddır. Bizə düşmən olan ölkələr ərazisində Amerikanın hərbi bazaları yerləşdirilmiş ölkələrin gəmiləri bu boğazdan keçərkən mütləq
kompensasiya ödəməlidir. Kompensasiya ödəməlidir. Bu da belə çox qarmaqarışıq bir şeydir və ciddi anlaşılmazlıq yaradır. Ondan başqa bu nüvə silahı məsələsində İran yenə də belə dəbbələyir. Deyir ki, biz saflaşdırılmış uranı heç kimə verməyəcəyik. Bu bizim illərlə çəkdiyimiz əziyyətin nəticəsidir, heç kimə verməyəcəyik. Amerikanın vitse-prezidenti Vance deyir ki, memorandumda nəzərdə tutulmuş punktlardan hər hansı birinin pozularsa İran tərəfindən, onda hər şey yenidən başlayacaq. Yəni İrana hücum yenidən başlayacaq. Biz İranı artıq özü ilə də razılaşdırmışıq ki, nüvə silahı olmayan ölkə statusuna çatdıracağıq. Və onun saflaşdırılmış uran ehtiyatının hamısını əlindən alaraq biz onun Nevada düzənliklərində məhv edəcəyik. Nevada Amerikanın həmişə nüvə silahlarını sınaqdan keçirdiyi bir ərazidir. Bundan başqa İranla bağlı o məsələdə ciddi diqqətə salınır ki, İran bundan sonra özünün proksi qüvvələrinə, məsələn, Hizbullahdır, Ceysullahdır, bu Yeməndəki qüvvələrdir və s. bunlara heç bir dəstək verməyəcək. Özlərinə götürübdür. Hizbullah tərk silah edəcək. Ən silahlanmış, ən mütəşəkkil döyüş qüvvələri olan Hizbullahdır. Hizbullah tamamilə tərk silah edilməlidir. Onun nizami döyüş qüvvələri isə buraxılmalıdır. Hizbullah isə bunu qəti surətdə rədd edir. Belə olan tərzdə İsrail də deyir ki, biz bu müqaviləyə qoşulmuruq. Biz Livandakı proksi qüvvələrin hamısını Həmasla daxil olmaqla, hamısını nəzarətdə saxlayacağıq. Xüsusilə bu Livandakı Hizbullah nizami qüvvələrinin sonuna qədər hücum edib onları məhv edəcəyik. Yəni, elə bir kimi bir tərəfdə sülhə bənzər bir şey qeyd edilibdir. O bir tərəfdə isə müharibə vəziyyəti qalır. Və hətta ekspertlər arasında belə bir mübahisə düşübdür ki, İran deyir, mən qələbə qazanmışam, Amerika deyir, mən qələbə qazanmışam. Sizcə deyir, kim qələbə qazanmışam? Və İranın deməklə deyil ki, İrana 1000 dənə tomaqaf tipli o dağıdıcı raket atılıbsa, İran üzərində İsrailin və Amerikanın F-36 qırıcı təyyarələri enine boyuna İranın iri şəhərlərini, iri obyektlərini bomba ateşinə, raket ateşinə tutublarsa və bu saat İranın həmin ərazilərində bayquşlar ulayır, xərabə zərurluğa çevrilirsə, deməli, əlbəttə ki, Amerika və İsrail qazanıb. İsrail ona görə də cürətlənib deyir ki, əgər bundan sonra Amerika müharibədə iştirak edilməsə, mən özüm tək başına İranın öhdəsindən gələcəm. Yəni, göründüyü kimi qeyri-müəyyənlik meydana gəlib. Bu qeyri-müəyyənliyi gücləndirən amillərdən biri də İranın o qışqıran təbliğatçı adamlarının verdiyi belə başından böyük bəyanatlardır. Biz qələbə qazanmışıq, biz Amerika kimi nəhəng dövləti məğlubiyyətə uğratdıq. Biz Amerika bundan sonra cəsarət edib bizə hücuma keçə bilməz. Biz anındaca Amerika əgər yaxud İsrail yeni bir
müharibə başlamağa cəsarət edərsə, biz onu məhv edəcəyik. Əgər bu müharibə İsraillə İranın müharibəsi olsaydı, mənim zənnimcə İran İsraili məhv edə bilərdi, məğlub edə bilərdi. Amma burada Amerikanın nəhəng ordusu iştirak etdi və belə deyək ki, İranı tamamilə ən azı 3 gün, 8 gün deyirlər müharibə davam etdi. Ən azı 3 gün yerdə qalanda Hörmüz boğazında gedən müharibələr idi. 8 gün ərzində İran atəş altında oldu. İranın bir dənə mərmisi, bir dənə gülləsi Amerika ərazisinə düşmədi. İranın bir dənə vertolyotu vuruldu. O da vurulub ya qəzaya uğrayıb bəlli deyil. Bir dənə də ağır tipli təyyarəsi, yəni nüvə başlığı götürən təyyarəsi, o da qəzaya uğradı. O qəzaya uğradı sözsüz. Və bundan başqa heç bir itkisi olmadı. Düzdür. Çöllərə, düzlərə ateşə verdilər, böyük xərclər çəkdilər və s. və s. İndi İran Amerikadan 30 milyard dollar kompensasiya istəyir, təzminat istəyir, kontribusiya istəyir. Trump İrana xərclədiyi vəsaiti yerinə qoysa kompensasiyanı da verər. Onlar gülüşlə qarşılayırlar. Deyir, bunlar düzələn şey deyil, düzələn də adam deyirlər. Bunlar, indi bu Trumpla İran rəhbərliyini 2 qismə bölünür. Ağıllı rəhbərlik və bir də ağlı başında olmayan Sepahın üzvləri kimi qüvvələri. Bu Sepah əslində İranda hakimiyyətə ələ alıbdır. Bütün səlahiyyətli məsələləri o həll edir. Ordunun demək olar ki, böyük hissəsi də ona tabidir. Ona görə də Sepahın sıradan çıxarılmamasını Amerikada böyük yanlışlıq hesab edirlər. İsrail də belə hesab edir ki, Sepah qaldıqca bölgədə natarazlıq və bölgədə qarşıdurmalar qalacaq. Ona görə yaxın günlərdə və yaxud da ki, tutalım ki, 30 gündən sonra o ki, sülh müqaviləsi imzalanacaq 17-sində, ondan sonrasına Amerika qoşununun bir hissəsini çəkib aparacaq və s. və s. Amma Amerika ən azı 6 ay o təyyarə daşıyan gəmilərini İran ətrafından çəkməyəcək. Ondan sonrasına o Aralıq dənizində olan esmineslərdir, korsetlərdir, nə belə hərbi gəmilər var. Bu gəmilərin heç birini Amerikaya çəkib aparmayacaq. Onun təchizatını təmin edəcək, amma ordu İran bölgəsindən çəkilməyəcək. İndi mən güman edirəm ki, yaxın 17-sində Cenevra danışıqlarında İran saflaşdırılmış uranı verməkdən imtina eləsə, bu danışıqlar prosesinə böyük zərbə vuracaq. Çox böyük zərbə vuracaq. Yenə çoban və keçinin boynuzu və çomaq məsələsi meydana gələcək. Və bu nöqteyi nəzərdən mənim zənnimcə məsələ hələ tam bitməyib.